Bir sevgi hekayəsi, Aşiqlər filmi. Filmin mövzusu olan sevgi və sədaqət dilemması bütün dövrlər üçün aktual olub. Elə buna minnətdar olaraq bu mövzuda lentə alınmış filmlər vasitəsilə ən müxtəlif dövrlərin təəssüratı ilə tanış ola bilmək imkanımız yaranır. Media arxeologiya təlimində qeyd olunduğu kimi. Bax bu an ötən əsrin sonlarındakı yeni il ovqatındayam. Hekayə mühüm ictimai-mədəni proseslərin baş verdiyi zaman kəsimini əhatə eləyirsə, hansı ki bu filmdə də əsasən Qərb mədəniyyətinin bayramlarından biri olan Milad dövrünə təsadüf eləyirsə, o zaman biz elə həmin bayram haqqında da müəyyən təsəvvürlərə malik ola bilirik. Müxtəlif işıqlarla bəzənmiş şəhər küçələri, atmosfer musiqiləri səslənən dükanlar, xoşbəxt simalı insanlar, əllərində qucaq-qucaq hədiyyə şəhər sakinləri. Bu hədiyyə rekvizitinə boş yerə toxunmadı. Çünki bu hədiyyə rekviziti, hədiyyə detalı sayəsində filmin fabulasının əsasını təşkil edən açarla biz tanış ola bilirik. Bir dəqiqə gözləyin, dayanın. Hədiyyə dükanında elə məhz hədiyyə qutularının təması nəticəsində iki insanın qəlbində bir körpü yaranır. Amma bu körpünün tən ortasında bir divar var. Onların hər ikisi də evlidir. Hətta filmin qəhrəmanı Mollinin təbiri ilə desək, çox evlidir. İstəyirdim təklif edeyim bir yerdə kofe içək, amma sonra fikirləşdim ki, bəlkə sənin vaxtın var, onda biz bir yerdə nahar eləyə bilərdik. Filmin digər baş qəhrəmanı Frankin bu cümləsinə mən çox acımışam. Molly belə cavab verir, mənsə çox evliyəm. Bu artıq düşünürəm ondan xəbər verir ki, bu cütlüyün sədaqət qayğıları hələ də tam ölməyib. Onların öz ailələrinə qarşı olan sədaqət tutumu yeni bir macəraya atılmasına hardasa mane olur. Və bu da onu göstərir ki, o bəhs elədiyim divar daha qalındır, daha keçilməzdir.